Hər vaxtınız xeyir. Mən nevroloq Könül Nəcəfli. Bugünkü mövzumuz panik atakdır. Mövzuya keçməzdən əvvəl qeyd edim ki, YouTube kanalıma abunə olun və bəyənin ki, daha çox video materiallarımla tanış ola biləsiniz. Mən çalışacağım ki, sizin üçün baş verən bu dəhşətli anı, yəni panik atak anını siz normal qəbul etməyi və ona necə reaksiya etməyi anlayasınız. Təsəvvür edin ki, siz metroda gedirsiniz. Birdən ürək nahiyəsində və ya ağciyərlərdə xoşa gəlməz bir his yaranır. Sizə elə gəlir ki, nəsə yaxşı deyil, özünüzü yaxşı hiss eləmirsiniz. Hava çatmır sizdə, ürəyiniz döyünür, bədəniniz gərginləşir, sanki ürəyiniz sancır, deşilir. Belə bir his yarananda sizdə narahatlıq impulsu yaranır. Sonra isə yeni bir impuls gəlir. Qorxu impulsu. Düşünürsünüz ki, bəlkə bu ürəyimlə əlaqədardır. Bəlkə də boğulacağam, ölə bilərəm. Bu fikirlər getdikcə böyüyür və beyninizdə inkişaf edir. Nəticədə həmin təsir altında adrenalin ifraz olunur. Gördüyünüz kimi bu his adi bir narahatlıqdan başladı. Adrenalin isə qana ifraz olunur. Qanın hərəkətini sürətləndirir, təzyiqi yüksəldir, damarları daraldır. Bu səbəbdən ürək döyüntüləri tezləşir, bədəndə uyuşma, nəfəsin səhti və ya sürətli olması baş verir. Normalda adrenalin bədəni stressə hazırlaşdıran bir mediatordur. Bu, orqanizmin təbii müdafiə reaksiyasıdır. Döyüş və qaç mexanizmidir. Real təhlükə olanda, məsələn, kimsə sizi həqiqətən qorxudanda və ya sizi it qovalayanda, siz çox sürətlə qaça bilirsiniz. Sonra da özünüz təəccüblənirsiniz ki, mən necə bu qədər qaça bildim? Halbuki adi vaxtda belə qaça bilmirsiniz. Amma bu adrenalinlə əlaqədardır. O bütün sistemi səfərbər edir və bədəniniz bu hormonun hesabına güclənir. Əslində isə beyin üçün fərqi yoxdur. Sizin həqiqətən üstünüzə it qaçır və ya sizə elə gəlir ki, indi it sizi dişləyəcək. Sadəcə düşüncələr bədəni eyni reaksiya verməyə məcbur edir. Siz düşünürsünüz ki, indi öləcəm, ürək tutması keçirirəm. Beyin üçün isə bu iki hal eynidir. Siz metroda ölürsünüz ya da doğrudan da sizin üstünüzə it qaçır, it gəlir. Hər iki halda panik atak paradoksu yaranır. Çünki beynimiz sizdə olan bu düşüncəni, bu halları real təhlükə kimi qəbul edir və adrenalin ifraz olunur. İnsan öz bədənini inandırır ki, indi öləcək. Halbuki zahirən heç bir təhlükə yoxdur. Amma beyin isə bunu səbəb kimi qəbul edir. Və beləcə vegetativ disfoniya belə baş verir. Əvvəlcə simptom yarandı, siz qorxdunuz, qorxudan adrenalin ifraz olundu, sonra bədəndə dəyişikliklər baş verdi və siz də bu dəyişiklikləri hiss etdiniz. Bədən adrenalini ifraz edir və siz yenidən qorxursunuz. Ən maraqlısı isə budur ki, siz sadəcə ürəyinizdə problem olduğuna görə deyil, məhz adrenalini yaratdığı hisslərdən qorxursunuz. Bu hisslər hansılardır? Bu hisslər baş gicəllənmədir, bu hisslər ürək döyünmədir, nəfəs darlığıdır, boğulmadır, titrəmədir, əzələ gərginliyidir. Siz qorxursunuz və adrenalin isə daha çox ifraz olunaraq öz təsirini göstərir. Və nəticədə bu qorxunu iki qat hiss edirsiniz. Beləcə, belə bir zəncir yaranır. Simptom, qorxu, adrenalin, daha çox simptom və daha çox qorxu. Və nəticədə panik atak formalaşır. Sonra siz təbii ki, təcili yardım çağırırsınız. Müəyyən damcılardan, sakitləşdirici damcılardan və inyeksiyadan sonra sizdə biraz yüngülləşmə başlayır. Özünüzü yaxşı hiss etməyə başlayırsınız. Əslində isə bütün bunların kökündə daxili gərginlik durur. İnsan çox vaxt işini itirməkdən, sevilməməkdən, dəyər görməməkdən qorxur. Bu hisslər sizin şuur altınızda qalır və orada gizli şəkildə adrenalin ifrazını stimullaşdırır.
Məsələn, siz sadəcə küçədə gedirsiniz, qəfil ürək döyüntüsü sürətlənir və dərhal fikirləşirsiniz ki, ürəyimdə yəqin ki, problem var. Bu saat mənə nəsə olacaq. Halbuki bu ürəklə əlaqəli deyil, bu adrenalinin təsiridir. Qan dövranını sürətləndirir, nəfəsi tezləşdirir və siz də bunu boğulma və nəfəs çatmazlığı kimi qəbul edirsiniz. Bu hallar real təhlükə anını xatırladır. Sanki sizi kimsə küncə sıxışdırıb və həyatınız təhlükədədir. Amma adrenalin tamamilə adi vəziyyətdə də ifraz oluna bilər. Məsələn, metroda, avtobusda, parkda, gəzintidə, işdə və ya evdə. Bir şeyi yadda saxlayın ki, orqanizm özü-özünü öldürə bilməz. Panik atak insanı öldürmür. Bu sadəcə olaraq daxildə yığılan nevrotik gərginliyin çölə çıxma formasıdır. Məhz buna görə də bu vəziyyətə vegetativ damar distoniyası deyilir. Vegetativ sinir sistemi sanki maşında qaz və tormuz pedalları kimi işləyir. Ürəyi tezləşdirir, sonra yavaşladır. Damarları daraldır və yaxud da ki, genişləndirir. Əsas odur ki, insan o mexanizmi anlasın. Çünki panik atak zamanı ölüm baş vermir. Sadəcə orqanizm içindəki gərginliyi göstərir. Mexanizmi başa düşəndə isə simptomlardan qorxu azalır və bu hal getdikcə daha az təkrarlanır. Bugünkü mövzumuz bu qədər. Ümidvaram ki, mən sizə mexanizmi biraz da olsa başa sala bildim. Gələcək videolarımızda da bu haqda söhbətlərimiz olacaq. Odur ki, sonda videonu bəyənməyi və abunə olmağı unutmayın. Təşəkkür edirəm.